Mana. Bir daha salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Gəlmişik Gəncə şəhərinə gəlib çatmışıq. Burada gəlməkdə məqsədimiz sözsüz ki var. Gözəl məsələlərdən birini çəkib sizə təqdim eləmək. Gəncənin girişidir, yəni Gəncə şəhərinə artıq demək olar ki, girişinə bir 100 metr məsafə qalıb. İndi biz düz gedəcəyik Gəncəyə. Burada nəyi çəkəcəyik? Yəni onu əvvəlcədən sizə deyim. Belə bir deyim var, ümumiyyətlə deyirlər ki, kimsə yumurtadan yun qırxır. Yəni, mən əslində başa düşürəm, təxminən burada söhbət nədən gedir, amma cəmaatdan yəqin ki, sorğu eləsək, soruşsaq, bilərik ki, nəyə görə deyirlər ki, yumurtadan yun qırxır. Və yumurtada özünüz bilirsiniz ki, tük olmur, yəni yun olmur ki, onu qırxasan. Sadəcə olaraq bizi bunu dəqiqləşdirməliyik ki, nəyə görə deyirlər ki, kimsə yumurtadan yun qırxır. Və bugün Gəncədə biz o məsələ çəkib sizə təqdim eləyəcəyik. Gəncəyə gəlmişkən onu qeyd edeyim ki, Gəncə Nizami Gəncəvinin anadan olduğu bir yerdir. Nizami Gəncəvi, yəni məlumat verimsə, 1141-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Nizami Gəncəvi 1209-cu ildə Gəncə şəhərində dünyasını dəyişib. Nizami Gəncəvi 1169-cu, 1170-ci ildə, yəni Dərbənd hökmdarının göndərdiyi buna kəniz göndərib, Afaq adlı bir kəniz göndərib və Nizami Gəncəvi bu həmin öz kənizi ilə ailə qurub və 1174-cü ildə isə Nizami Gəncəvinin oğlu Məhəmməd dünyaya gəlib. 1174-cü ildə. Ümumiyyətlə Nizami Gəncəvi haqqında yəni çox danışmaq olar. Nizami Gəncəvinin poemaları var, 7 gözəl, Sirlər xəzinəsi, Leyli və Məcnun. Yəni ümumiyyətlə saymaqla bitmir Nizami Gəncəvinin əsərlərini, şeirlərini və ilk olaraq Nizami Gəncəvi öz sənətinə, yəni yazmağa lirik şeirlərdən başlayıb və ondan sonra artıq getdikcə puxtələşib, inkişaf edib və poemalarda yazıb. Yəqin ki, bunları oxumusunuz, bilirsiniz. Elə isə biz neyniyək əziz tamaşaçılar? Biz Gəncəyə gəlmişkən gedək bax belə düz Gəncəyə və çəkək, təqdim eləyək, görək nəyə görə deyirlər ki, kimsə yumurtadan yun qırxır. Yəqin ki, sonda bilərik nəyə görə deyirlər. Diqqətiniz bizdə olsun. Yəni çox maraqlıdır, yəni bu yumurtadan necə yunu qırxmaq olar? Soruşaq, dəqiqləşdirək. Salam əleykum, qardaş, necəsiz? Salam əleykum. Ya Allah, necəsiz? Sağ olun. Vəziyyət necədir? Yaxşı olasın, işlər güclər. Bu nə qədər taksi var burada? 100 dənə, 1000 dənə, salam əleykum, qardaş. Necəsiz? Çox sağ olun. Vəziyyətiniz, keyfiniz, halınız. Bu, ümumiyyətlə, çoxdan taksi işləyirsiniz? 10 ildir. 10 ildir, ay maşallah. Çörək var da yəqin ki. Min bərəkət. Min bərəkət. Bəs bax, deyirlər ki, yumurtadan yun qırxır. Eşitmiş sonu? Elə o taksi şok edərsən. O nətər mümkündür ki o? Taksi şok edər. Elə bir minisən, pulun yoxdur. Yolda pişiririk. Nə pişirirsiniz? Yumurtanı. Yalda pişiririk. Ya ümumiyyətlə, ondan necə mümkündür ümumiyyətlə yumurtadan yun qırxmaq? Vallahi yalan danışarım. Və onu nəyə görə deyirlər ki, məsələn, filan kəsə bax yumurtadan yun qırxır? O elə bir belə deyim də. Yəni ki, mənim cibimdə pul yoxdur, təsvir elə. Təsvir edeyim, amma var əslində. Səsini eşidirəm, şaqqa Elə belə qəp. Danışda da yəni. Hə, problem yoxdur, buyur, buyur. Elə bir minisən gəlirsən taksiyə, getməlisən Sərçə bazarına. Bayaq soruşdun Sərçə bazarına, oraya getsən. Deyirsən ki, ora neçə aparırlar? Biz aparırıq 2 manata. Deyirsən ki, 5 manata. Biz deyirik 5 manata. Əslində 2 manatdır. Əslində 2 manata. Biz deyirik 5 manata. Sənin də cibində sevə o 3 manatın var, 4 manatın var. O, bunu elə gətiririk ki, sən o 2 manatı öz xoşluğunla verirsən bizə. Hə, 2 manat. 2 manat desəydim, deyirdim, bir aparırsan mı 1 manata? Ay, sağ ol, hə, yavaş-yavaş qiymətini Yavaş. Qədə sivimdə olan budur. Yumurtanı qırxırsan da bu da. İndi yaxşı, mən bir dənə gəlib yumurta alsam, satırlar da yəqin buralarda yumurta. Bir dənə yumurta alsam, qayıt alsam, onu qırxmaq mümkün olar nəsə? Niyə ki? Onu xoruz qırxır. Bir dənə məncə harada satırlar yumurta? Mağazinə başqa. Qardaş ala bilərsən bir dənə yumurta mənim üçün?
Ha baba ala. Değer yumurta 2 manatdır. 30 qəpiyə bir dənə süt. Bir dənə al. Bir dənə. 2 dənə olsa olmaz. Sifətin yadımda qalıb ha qaçma. Yumurtadan yun qırxayaq. Bax, neçə verdim ona? 30 qəpik. 30 qəpik, 2, 11 qəpik də, 24 qəpik eləyir, 22 qəpik, 8 qəpiyin o 40-dır. Bir dənə deyir alacam. Onda görə nə qədər qırxır? Oo, 19 qəpik Gəlmədi, gedir. Ola bilsin gəlmir. Nətər gəlmədi? Ola bil ki, Sifətini çəkmirsən o yaxından. Ha, hara gəlmir. Kişi nəyə görə deyirlər yumurtadan yun qırxır? Ne diyeyim valla? Böyle şey olmuyor. Yəni siz görmüsünüz kimsə yumurtadan nəsə yun qırxsın? Yok. Mən də görməmişəm. O da görə belə mənim üçün maraqlıdır. Yəni xəsisdir ona Necə? görə. Xəsisdir, ona görə o söz işləmir də. Xəsislərə aid. Hə, xəsislərə aid. Sən özünü xəstə eləməmsən. Bəlkə də eləmişəm, elə bir yerdə. Ən qəşəng cavab da, bəlkə də eləmişəm. 100% eləyib ha. Bunu gözləyək də görək qardaş hanı. Ağa, ver mənə. Qazandım da. Belə olmaq lazım. Sən elə niyə? 10 qəpikdir. 10 qəpikdir. O mənim pulumdur da. 3 dənə niyə almadın ki? niyə bax, Bundan oraya gəlmişəm. 40 biri getdi. Biri getdi. Gördün ki, yumurta. Bəs yaxşı, maşında təsadüfən kimdəsə qayçı ola. Sağ var. Var bir də kişi o, ver də o qayçın burada. Salam mələkçim. Necəsiz? Bir dənə qayçı olana qədər mən cebimdən o kişi ilə görüşüm. Nurlu kişidir nəsə. Kişi nə var nə yox? Canın başın necədir? Kişi belə bir deyim var, deyirlər ki, yumurtadan yun qırxır. Bu xəsis adamlar üçündür. Yox, bildim xəsis adamlar, amma deyirlər Yumurtada yumurtadan... yun olmur. Necə bunun bəs... Yumurtadan yun qırxama belədir də. Yumurtanın ağını büyün yiyib, apını kimi. Sarısını sabah yiyib. O deyir yani yumurtadan yun qırxır. Qayçı da gəldi bura. Ha. İndi bu maraqlıdır da, yəni bunu bizim atalarımız deyir ki, yəni el məsələdir ki, kimsə yumurtadan yun qırxır. Bu yumurta, bu qayçı, yəni əslində bu ilə bir satsa kəsmək olar da. Gözü görür. Kəsilir də, yəni. Niyə ki, bir damcı kəsdimdə nə olacaq ki? Yəni gözü bunu qırır, indi bunun üstünə belə tük. Yox, indi bundan bəs necə qırxmaq olar ki? Burada heç nə yoxdur axı, bax. Xəsis adamlar, yəni ki, xəstlik edir. Neyini yiyir, bax, neyini yiyir. Yığır da pulu yığır. Pulu yığır, məsəl üçün bir şey yığır bir yerə. xaçlamır. Ağın bu gün yiyir, sarısını sapır. O pulu xaçlamayanlar elə. Hə. Heç vaxt pul xərcləmir, nə dostlar, nə tanışlar, nə özünə, heç kimə. Ancaq özünə. Özünə də hələ qısır bir əskər qoyub çox xərcləmir. Orada elə bir 4 qısıq çörək gələndə deyir onu 2 par elə. Şey, o deyirlər yumurtadan yun qırxır kimsə. O kişidir bax yumurtadan yun qırxan. Bax, kişi, hamı, səni yaman qaralayıblar ha. Yəni o... Bu, ola bilsin bu verilişdən sonra sağ çıxmadı. Bunu yaman qalar. Sənə təşəkkür edirəm, qardaş. Təşəkkür edirəm ki, yəni biz onu bildik ki, bu yumurtadan, yəni çox sağ olun, təşəkkür edirəm. Biz bildik ki, yəni yumurtadan yun qırxmaq mümkün deyil. Yumurtanın özündən. Amma məsələ ona görə deyilir ki, xəsis adamlar, ondan sonra kiməsə yaxşılıq eləmir, ancaq özü üçün. Oldu bax qırxan. Gördün incə. 30 qəpik aldım, 10 qəpik yumurta. 10 qəpik yurda 30 qəpik satır. Hə, deməli sən yumurtadan... Ay, sağ olun, qırxan budur. Bax, belə əstəmaşaşlar görürsünüz, gəldik Gəncədə. Bura Gəncənin harası gedir? Savxoz Nizami. Hə? Savxoz Nizami. Savxoz Nizamidir hal-hazırda. Yəni gəldik, əziz tamaşaçılar, gəldik Gəncə şəhəri Savxoz Nizami. Küçədir, qəsəbədir, yoxsa şəhərin özü, aydındır. Gəldik Savxoz Nizamidə, çəkdiksə təqdim elədik ki, deyirlər ki, yumurtadan yun qırxır. Yəni gördünüz ki, bundan mümkün deyil yun qırxmaq. Yəni məsələ ona görə deyirlər ki, kimsə xəstlik eləyir, ümumiyyətlə kimsə kiməsə heç nə eləmək istəmir, ancaq özünü düşünür. Bax, bu insanlara görə, bax, bu məsələ çəkilib. Bu günlük bu qədər növbəti verişlərimizi mütləq izləyin, çünki bir-birindən maraqlı məsələləri çəkibsə təqdim eləyəcəm. Kameraya da eləyə sağollaşaq. Sağ olun. Pak xalça, xalçaların yuyulması, Bakı və